Salam Səbinə müəllimə, sağ olun. Siz nə tərsiz? Balanız nə tər yaxşı olun təki. Aha, Səbinə müəllimə, inşallah. Mamiyə deyərəm. Çox sağ olun. Xeyirlə. Salam Aytən xanım, axşamınız xeyirlə, tərsiz. Sabah Amin məktəbə gedəcək, yoxsa yox? Günortaya salmaq istəyirdim, amma gedəcəksə biraz tez salın. Məktəbə getməyəcəkdi. Axşamınız xeyir Səbinə müəllimə, nə tərsiz? Balanız nə tər yaxşı olun təki. Bağışlayın, mən zəng vurdum videoyu, zəng əlimdəydi, bilmədən oldu. Getməyəcəkdi. Əgər sizə uyğundursa da saat 2-nin yarısında cədvəlinizə əgər işləmirsə. Çünki babanın işi var həmin vaxtı. Deyir, yəni elə olsun ki, sizin işiniz. Sağ olun. Xeyra Səbinə. Səbinə sağ olun. Dörtdə mamamı dializə aparıram. Üstünə sağlıq. Qarşıma aparırdı həmişə. Səbinə müəllimə 12-15 çıxardıq. Tərpənə bilmir. O vaxtı İkinci sağ həftədir mən aparıram. 10 qadan alım. 4-də mən dializə mamamı aparmalıyam. Elə olsun ki, mən onun açasında. Xanım, baxıram ki, bizdə toqquşma olur. 12:45-də gəlsəz. Heç baxmışam, 12:45-də dərsim var. Baxıram ki, toqquşuram bir onunla. 11:15-də gəlməli olacaq. Gör nətər eləyə bilirsən, çıxışdıra bilirsən. Səbinə müəllimə 12:45 uyğundur bizdən ötürü. O vaxtı sağın istəyirsiniz. Sağ olun. Axşamınız xeyir Səbinə müəllimə, nə tərsiz? Balanız nə tərdir, yaxşı olun təki. Üzürlü sayın, telefonunuz olub, baxa bilməmişəm, məsələ olubsuz. Hə, yaxşı idi Səbinə müəllimə. Uyğun bizə həmin vaxtı. Sağ olun. Axşamınız xeyir Səbinə müəllimə, nə tərsiz? Real nə tərdir, yaxşı olun təki. Səbinə müəllimə, sabah Amilin dərsini zəhmətləriniz əgər sizə uyğundursa da saat 2-3-dən sizə də çala bilərsiniz. Emilin də tədbiri var, sabahları bayramla əlaqəli Zəfər bayramlarla tədbiri eləyirlər. Yəni toqquşmasın, əgər yenə deyirəm sizə uyğundursa, sizin cədvəlinizə uyğundursa da zəhmətinizə baxın, görün, eləyə bilərsiniz. Dedim, bəlmişdim deyil, siz cədvəl işləməmiş. Sağ olun, cavab verəsiniz, Səbinə müəllimə. Sağ olun. Yaxşı olun, tək Səbinə müəllimə düşdü. Onda Səbinə müəllimə, olar birinci gün gəlsin Amil. Çünki sabahları, yəni o vaxtı Emilin tədbiri olacaqdı. Ondan uyğun gəldik bir-birinə. İnşallah birinci gün onda gələr. Allah deyəcək, özünüz vaxtını deyərsin, nə vaxt olacaq. Sağ olun. Sağ olun, içində olun Səbinə müəllimə. Ev yox Səbinə müəllimə, onlar birinci gün gəlsin elə arxaya. Siz nəyə görə deyirəm? Emilin də müəlliməsi qrupa səs atıb, elə bir 9-cu çıxış Emil gilinki olacaq. Neçə dənə siniflər ücret hazırlayıb görürlər Zəfər bayramına əlaqəli. Emil gidə rəqs eləyəcəklər, yəni rəqsə hazırlaşırlar neçə vaxtı. 9-cu çıxışda Emil gilinki olacaqdı. Deyirəm, nəsə birdən ləngimə olar, gecimi çıxarlar, nəsə elə Amin gecikməsində dərsə uyğun gəlməz vaxt üst-üstə düşər. Hə, narahat olun, inşallah sağlıq olsun, birinci gün gələrlər Allah buyursa. Allah buyursa, özünüz vaxtında yazarsınız da. Mən də Amilin əgər məktəbə gedəcəkdimi, getməyəcəkdimi, onu mən sizə axşamdan da çalışacağım, ertədən xəbər verim ki, siz cədvəl işləməmiş. Deyərəm, ona uyğun inşallah proqramı özünüz nə vaxt sizə uyğundur, özünüz təyin edərsiniz. Sağ olun Səbinə müəllimə, çox sağ olun, narahat olmayın, çox sağ olun. Elə Səbinə müəllimə, üzürlü sayın, bilmədim, yəni elə ta dediniz ki, o vaxtda uyğundur. Təsadüfən elə qrupa gördüm, müəllimə səs atdı Emilin. Tez-tez də valideynlər sual verir ki, nətər olacaq, nə vaxt çıxış elə bilə. Dedik 9-cu çıxış Emil gilinki olacaqdı. İndi bilmirik nə vaxt başlayacaq. Başlamağını bilirəm. Saat 9-da müəlliməsi deyirdi ki, gətirin ki, hazırlıqlarda uşaqlar nəyiniz adı geyindirməyə eləməyə.
Amma nə vaxt tədbirləri bitəcək onu bilmirik. Bağışlayın sizə Allah, üzürlü sayın. Sizin də planınızı bütün alt üst elədik. Üzürlü sayın Səbinə müəllimə. Sağ olun Səbinə müəllimə. Allah razı olsun. Vallahi elə pis oluram sizin də cədvəlinizdə bizə görə nəsə bir dəyişiklik olanda. Yəni nəsə uşaqda şeydir, gəlməli olub bir problem çıxıb gəlməyəndə də çox pis oluram. Yəni sizin nəsə də proqramınızda dəyişikliyə səbəb olanda çox pis oluram. Üzürlü sayın sizə Allah. Bağışlayın. Sağ olun Səbinə müəllimə. Başa düşdüm Səbinə müəllimə. Yəni arada nəsə gənə elə təşkil eləmək olar görəsən, yəni sizə nə vaxt Fida müəllimə ilə sizə uyğun olan vaxtlarda. Yəni olsa qoşulardı onda mən də istəyirəm elə xoşlayıram elə qrup halında nəsə elə bir-birlərindən daha çox bir şey öyrənirlər ya elə daha maraqlı olur. Düz deyirsiz, uşaqlara elə bir lap maraqlı gəlir elə. İnşallah qismət olar eləyərsiz, yəni yenə də nə vaxt olar gəlsin Allah qoysun inşallah. Bir də olsa daha yaxşı olardı. Bilmirəm, tədbiri nə vaxt qutaracaq. Ona görə adam bilsəydi ki, bəli başdan idi hansı vaxt bilmirik də dəqiq vaxtını bilsən bəli başdan sizə deyərdim ki, bu vaxtı qutarıcı onların tədbirləri. Bir də gecikərləri eləyərlər ki, amil onda təxirə salmaq da olmaz. Orada hamısı narahat olub da ağrımadığı müddətcə, yəni mümkün qədər amil əgər ciddi bir problemi yoxdursa da, yəni istəmirəm sizin planınız pozulsun, gəlsin dərsinə vaxtında, siz də orada araya da elə bir boşa gedir və sizin dərsiniz amil gəlməyən vaxtda. Ona görə dəqiq bilmirəm. Qorxuram ki, bu deyərəm ki, o vaxtda salın. Emil gillə uzanar nəsə gələ bilməz amil. O dəqiqləşməyibdir deyə qalmışam belə bütün. İnşallah görək indi. Yəqin ki, gənə qismət olar çalışırlar inşallah qrup halında. Yəqin ki, arada nəsə alınlar Allahın köməkliyi. Heç nəsə buna məndə. İstəməzdik planınız pozulsun, bağışlayınız bir saniyə deyirəm. Sağ olun. Burada uşaq ilə daha həvəslənir. Bizdə maraqlı olur. Həmişə fərqli bir şey olanda. Xeyr Gülxanımdır. Səbinə müəllimə Emil gil günortası imdir. Səbinə müəllimə elə olsaydı daha yaxşı olardı, yəni qrup halında arada maraqlı gəlirdi, uşaq elə daha həvəslənir elə. Bizdə maraqlı olur. Həmişə fərqli bir şey olanda. Xeyr Gülxanımdır. Səbinə müəllimə Emil gil günortası imdir. Prosta sabah saat 9-dan elə bil Emil gil günortası imdilər deyə Amil də günortası imdi, Emil də. Prosto hazırlığı ta gec hazırlıq dərsdən sonra olsa vəbşim gec çıxırlar deyə hazırlığı ertə vaxta salıblar. Emil də vəbşim tez 10-da hazırlıqları olur elə bil. Bu səfər vəbşim saat 9-a salıbdı müəllimə ki, saat 9-dan gəlsin ki, 11-ə kimi deyəsən hazırlıqları görəcəklər. Müəllimə dedi, özün uşaqları hazırlayıb eləyirsən. Çox uşaq bir-iki dənə uşaq iştirak eləməyəcək. Qalan sinifin hamısını elə medikal elədilər. Elə müəllim elə rəqs ilə hazırlayıb uşaqlara. Neçə dənə siniflər iştirak edəcəkdir. Emil gildə də elə deyən 9-cu sıraya da biraz vaxt aparar. 9-cu sıraya gələnə kimi biraz vaxt gedir. Ona görə qalmışam belə ki, bilmirəm nə vaxt sonra. Amma belə Emil gil günortasını edilər. Saat 9-dan 11-ə kimi hazırlıqlar olacaq. 11-dən sonra tədbir üçün hazırlıqlara başlayacaqlar. Əgər siz uşaq Səbinə müəllimə, prosto əgər siz uşaqları, o bir uşaqları qrup halında çalışdırmaq istəyirsinizsə, dedim əgər Emilin də tədbiri əgər tez qutarsaydı, vaxtında gəlib görən qoşula çata bilərdikmi, yəni amili gətirməyə? Yoxsa elə siz bərbaşdan elə uşaqların özünün saatını yazmalısınız, hansı uşaq hansı vaxtı gəlsin, yəni.
Eğer elə olsaydı tez amil də qoşulardı. Yəni əgər qrup halında çalışdırarsınızsa uşaqları çata bilsəydi elə amil də gələrdi. İnşallah əgər alınsaydı, olsaydı lap daha gözəl olardı. Heç nə siz demiş qismət. Onsuz da yəni amil gəlsə də gəlməz. 3, 2, 1. Yəni onu bilmirəm. O qrup halında çalışma onsuz da yəni amil gəlsə də gəlməsə də olacaqdı da. Yəni çatarsa lap yaxşı. Gəlsin Allah qoysa. O vaxta kimi əgər şeydir, mama boşalsa, yəni Emilin tədbiri zad tutarsa, gəlsin amilə Allah qoysa. Hə, lap yaxşı. Bunu bilmək istəyirdim. Sağ olun Səbinə müəllimə. Sağ olun. Onu bilmək istəyirdim ki, yəni amil gəlsə də gəlməsə də olsa bu təşkil olunubdur bu qrup. Çox gözəl Səbinə müəllimə. Onu bilmək istəyirdim ki, yəni amil gəlsə də gəlməsə də olsa bu təşkil olunubdur bu qrup halında çalışmaq. Hə, yəni inşallah. Tək ki o vaxta kimi çıxarsa mən də istəmirəm. Çox həqiqi uşağa da maraqlı gəlir də elə. Həvəsli olur uşaq da, bir-birlərinə görüb belə maraqlı olur oyun kimi. Əla, gözəl, inşallah sağlıq olsun. Çata bilsə mütləq, yəni sağ-salamatçılıq olsun, narahat olmayın. Çox sağ olun Səbinə müəllimə, Allah canınıza sağlıq versin, bezdiniz sizə. Sağ olun. Salam Səbinə müəllimə. Çox sağ olun, siz necəsiz, yaxşı olun təki. Aha, oldu Səbinə müəllimə, inşallah. Sabah görüşərsə Allah qoysa, sağ olun. Ayten xanım, üzürlüsən, biraz cədvəldə dəyişiklik oldu. 12:45-də gələr də amil. Salam Ayten xanım, nə tərsiz? Sabah dərsiniz 14-15-dədir. Sağ olun Səbinə müəllimə. Salam Ayten xanım, axşamınız. Oldu sabahınız xeyir Səbinə müəllimə, çox sağ olun. Siz necəsiniz? Kral necədir? Tək yaxşı olun. Aha Səbinə müəllimə, Allah qoysa inşallah sabah görüşərsiniz. Sağ olun Səbinə. Axşamınız xeyir, nə tərsiz? Yazım alım. O da siz məndən qabaq yazdınız. Aha, yaxşı oldu. Başa Ayten xanım. Salam, sabahınız xeyir, nə tərsiz? Amir. Qoy. Müəllimə. Axşamınız xeyir Səbinə müəllimə. Yaxşı olun təki. Aha, oldu Səbinə müəllimə, inşallah. Salam Səbinə müəllimə, sağ olun. Salam Ayten xanım, axşam. Sağ olun Səbinə müəllimə. Səbinə müəllimə 12:45-dən ötürü. O vaxtı sağ olun siz. Sağ olun. Başa düşdüm.